Gürcüstanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin azaldılması məsələsi gündəmə gələ bilər. Bu barədə Baş nazir İrakli Qobaxidze hökumət administrasiyasında keçirilən brifinq zamanı danışıb. Hökumət rəhbərinin sözlərinə görə son bir ilin statistikası göstərir ki, cərimələrin artırılması ilə yol hərəkəti qaydalarının pozulması hallarının azalması arasında birbaşa əlaqə müşahidə olunmayıb. Biz daim statistik göstəricilər izləyirik və cərimələrin artırılmasının nəticələrə necə təsir etdiyini qiymətləndiririk. Son bir ilin məlumatlarında isə cərimələrin artması ilə pozuntuların azalması arasında birbaşa korrelyasiya görmədik. Buna görə də cərimələrin əhali üçün yük olduğunu nəzərə alaraq parlamentlə birlikdə onların azaldılması variantını müzakirə edə bilərik. Xatırladaq ki, bu il mayın 1-dən etibarən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb və bir sıra yeni inzibati xətalar tətbiq edilib.